Bir alim danışır, deyirdi, ər-arvad gəlmişdik, mənə şikayət edirdilər bir-birindən. Xanım gördüm həyat yoldaşından yola getmir. Mən soruşdum ki, Allaha inanırsan xanıma? Dedi ki, əlbəttə ki, inanmasam sizin yanınıza gəlməzdim. Mən dindar adamıq, inanclı insanıq. Ondan sonra dedim ki, Allahın sənin üçün sevib seçdiyi bir həyata buna hörmətsizlik edirsən. Sən ki, indi burada həyat yoldaşından şikayət edirsən, əslində Allahın sənə bəxş elədiyi həyatın nöqsanıdır da bu. Hədiyyəni nöqsanla qəbul edərlər. Sevdiyindən sənə hədiyyə gəlibsə, hətta onun bir küncündə, bucağında bir nöqsan da olsa, o nöqsan da sənə əziz olmalıdır. Heç hətta onu düzəltməyə də əlin gəlməz ki, mənə belə vermişdi hədiyyəni. Bəli, düzəlt kəmkəsirini, əyrəskiyini düzəlt, amma düzəlməyəndə də denən bütün nöqsanları ilə həyat, sən mənim üçün əzizsən, çünki sən sevdiyimin mənə hədiyyəsisən.